Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun əziz izləyicilərim. Məni dinlədiyiniz üçün, rəy yazdığınız üçün, bəyəndiyiniz üçün təşəkkür edirəm. İndi gəlin sizə qaynana gəlin haqqında bir dənə olmuş əhvalat deyim, rəvayət deyim. Danışım, eşitmişəm, mən də sizə danışıb, siz də eşidin. Bir qaynana oğlunu evləndirir, gəlin gətirir. Gəlin gələn gündən biraz yaxşı olur, sonra başlayır qaynana ilə yola getməməyə. Gəlin deyir, qaynana deyir, gəlin deyir, qaynana evdə pastayana dağıdığın. Nəysə, gəlin bir gün bezir, evdən gedir. Gedir atasıgilə. Atasıgildə qaynana anası deyir, nə bala, niyə gəldin? Anası deyir, dədəsi deyir, niyə gəldin? Nəysə, bu deyir, mən dözə bilmirəm, qaynana məni yola vermir. Bu biraz bir həftə qalır orada. Bir gün bunun dostu gəlir bunlara, padruqası gəlir, deyir ki, yaxşı bir dənə yaxşı adam var, Loğman var, yaxşı insandır. Gedək onun yanına məsləhət alaq. Bu gəlir Loğmanın yanına, deyir, atasının dostu olur bu da. Deyir, ay əmi, ay dayı, bəs belə-belə mən qaynanəmlə yola getmirəm, qaynanəm məni yola vermir, nəsə evimizdə pastayan tavadır, bilmirəm, nə qarım. Deyəndə Loğman Arif adam olur. Deyir, demək sən qaynanənin ölməni istəyirsən, eləmi, yox olmamışsın? Deyir, hə. Onda deyir, gəl deyir, sana bir dənə yaxşı zəhər verəcəm. Ən deyir, güclü zəhərdir. Ancaq deyir, bunu birdən vermə ha qaynanənə. Az elə ver ki, səndən şübhələnməsin. Birdən verərsən ölər, səndən şübhələnərlər. Sən bu zəhəri az onu yeməyinə qat ver. Ancaq elə onun istədiyi yeməkləri, xoşladığı yeməkləri pişir. Həmişə də onunla xoş rəftar elə, xoş danış, xoş gül. Deyəndə bu sevinə-sevinə bu zəhəri götürür, gəlir, elə o həmən gündə yoldaşı gəlir, bunu aparır. Gəlir evə, başlayır qaynanəsi ilə mehriban dolanmağa. Yaxşı onun istədiyi yeməklərdən pişirməyə, nəysə o da deysə dillənmir, səs eləmir. Sakit, zəhərdən də hərdən yeməyinə, yaxşı yeməklərinə qatır, verir ona. Üstündən bir ay keçir, çay keçir, qaynana görür, bu gəlib ona nəsə mehribanlıq edir, bunu ürəyi istəyən yeməklərdən pişirir, buna nəsə daha cavab qaytarmır, hər şey qaydasındadır. Qaynana da başlayır ona mehribanlıq eləməyə də, bu görür, bununla şirindir, qaynana da onun qızı kimi onunla mehriban olmağa başlayır. Nəysə, bu gəlin görür, qaynana bununla yaxşı yola gedir, bununla mehriban